Günəş paneli ilə bağlı ən çox gələn suallardan biri, məsələn deyirlər ki, evimiz 150 kvadratdır və yaxud da ki 200-300 kvadratdır. Biz nə qədər günəş paneli quraşdırmalıyıq və yaxud da ki bizim mənzilin ümumi gücü, avadanlıqların ümumi gücü 20 kilovatdır, 25 kilovatdır. Siz bunlara önəm verməmək lazımdır. Çünki soruşanda ki, yaxşı sizin evinizin bu qədər gücü var. Axı bu hər saatda siz bu gücü istifadə eləmirsiniz. Aylıq baxırsan evə, sən 150-200 manat elektrik enerjisindən istifadə edir. Burada əsas məqsəd onu bilmək lazımdır ki, 2 ədəd günəş paneli belə quraşdırsanız, o özünə görə sizə qənaət imkanı verəcək, öz xeyrini verəcək. Məsələn, bizdə paketlər var, 2 günəş panelindən hardasa ayda 30 manat sizə elektrik enerjisini qənaət etməyə imkan verir. Və yaxud da ki, 4 panelindən və yaxud da ki, belə deyim, elastik panellər var ki, biz onlarla siz minimum xərclə maksimum gəlir əldə